Vay, yenə axşam gəldi, yenə bu toyuqla mən üz-üzə qaldım. Nə bişirim? Nə bişirim ona da? Boğaz. Boğaz mənə baxacaq, mən boğaza. Bu toyuqla 2 yaşımdan tanışam. 2 yaşımdan. Əvvəl bulyonu ilə yeməyə başladım ta ki bu günümə qədər. Bu günümə qədər. Dilin olsa da desəydin ki, nə bişirib, nə toyuq sənlə nə günlər yaşadı. Bir aralar bu da şey eləmişdi, tamah eləmişdi. Bu toyuğun özü boydaydı. İndi bu da baxsan balaca. Yazıq anam o buddan nələr bişirirdi. Hələ budu soyub kotlet də eləyirdi. İndi bu toyuğu qoymuşam qabağıma. Nə bişirim, Allah xoş getsin. Döşün çıxardım, döş ətindən nə bişirim, kotlet eləyim mən də. Budundan sup eləyərəm. Evdə anca dümüskülü yeyirdim. Ona görə kötə qaldım da. Ərə də gəlmişəm, qaynanam anca boğaz yedizdirir mənə. Evdə dal, burada da boğaz. Çünki burada da boğaz oldum. Boğaz oldum burada. Mən düzənin heç normal bir tərəfi yeyə bilmədim. Heç. Bişirirəm, eləyirəm, axırda da boğaz mənə çatır. Eybi yox, bu günü bizə əllərim üşüdü. Bu soğanı bu boyda niyə soymuşamsa hələ bilmirəm nə bişirəcəyəm, amma soymuşam. Ağıl qalıb ki məndə. Neyini? Sənli varaz. Ətlə heç dost ola bilmədik. Elə toyuq. Ölənə qədər toyuq yeyəcəyik, ölənə qədər. Ay Allah. Buna da şükür, buna da şükür. Buna verənə də şükür, ya Rəbbim. Allah'a xoş getməsini. Səhər bunu da tapmarıq. Vay. Çay içmişəm görəsən, suzlamışam, yerə soxala məndəm. Eldim bir mənə nə dedi? Nə dedi o mənə? Nə dedi mənə? Kökəlmisən dedi, yoxsa mən ona vaxtda niyə cavab vermirəm? Gicəm də mən, kül mənim təpəmə. Vaxtda cavab vermirəm, biraz getir yadıma düşür. Ki sənin gic təffə. Mənə deyirsən? Kimə deyəcəm? Sənə deyirəm də. Şu öz-özümə dava deyirəm, dəli olduğumu deyəsən. Amma başdan xarab olmayı qəbul elə. Tutmuşam, düzəyə baxıb, danışacaq. İndi bu danışıb özü deyəcəm mənə elə. Neyini baxıb, sozun eləmişəm, kotletin eləmişəm, soyutmasını eləmişəm, hər nə bundan eləmişəm. Bundan nə oyunlardan çıxmışam mən, ay Allah. İndi neyniyim? Bir dənə toyuq alır, deyir, nə ürək istəyir bişir. Axşam soğuz qoyacaq, deyəcək, yenə bu. Mən bundan başqa nə bişirə bilərəm axı? Əlim uzad mənə, özün deyən ki, mən səndən nə bişirim? Ləvənci düşsün, dünən ləvənci yemiş. Sığırtıma düşsün, sırağa gün sığırtıma yemiş. Mən bundan neyniyə bilərəm axı? Neyniyim? Bu gedir, bunun əl ayağını alır. Səfərim ayaqlarını alır, gəldir bundan bir şey bişir. Bu toyuğun mütləq bir yeri gedir. Özü gedir, qanadı gəlir. Qanadı gedir, ayağı gəlir. Ayağı gedir, boğazı gəlir. Bu bizə parça-parça gəlir, ya da bütöv gəlir. Ət bizə gəlmir. Ət də bağlaş deyək, ətdə xəstəliyi var. Xəstəlikdən qabaq bizə ət ala bilir deyərlər. Vay da bildi bir dəfə ət alır, ət yürür. Buna da şükür ilahi. Mən nəyisə bir nasılsız danışdım, Allah Teala onu çox tez bir dəqiqə eşidir. Neçə ildir bir şey üçün yalvarıram, onu eşitmir. Nasılsız danışdığım hər şeyi eşidir, hər şeyi. İlah pərverdigara, ay Allah. Ya Rəbbim, özün kömək ol bizə, dualarımı, sanalarımı qəbul elə. Manifest edirəm, tutmur. Divarlara hər yeri yazmışam 667 plus özüm. Hanı bə? Hanı? O manifest haçan tutacaq, harda tutacaq onu da bilmirəm. Axşam indi gələr, yapışar mənim canıma, deyər, yeməyi bişirimsə. Evə girən kimi halımdan soruşmaz, yeməyi soruşar. Hələ bəlkə mənim halım yaxşıdır. Yox, bizdə o yoxdur ki, bizdə o yoxdur. Nə bişirim, ay Allah, nə eləyəcəm, axşama nə bişirəcəyəm mən, nə eləyəcəm? Bunun döşü də yekədir, döşəti də yekədir. Görəsən, bu nədir, siyəzəndir, o biridir, bu biridir. Nədir, salam elə içim, qısa dəli olmuşam toyuqla da. Evdə mənə qulaq asan yoxdur, toyuq, yenə bu məni dinləyir. Kişi ilə danışanda divarla danışmaydan heç bir fərqi yoxdur. Nə bişirim, nə eləyim, görəsən? Ay Allah, axşam hansı serial var, biraz ona da baxaram, yataram da, günümün keçməyinə baxayım. Nə bişirim, ay Allah, nə bişirim?